Aldanmış Kəvakib povestində Yusif Sərracın həyata keçirdiyi islahatlara daxildir. Məhkəmə işləri mənsəb sahibləri arasından ən doğrucul olanlara həvalə edilir. Doğrudur. Bəzi vergilər orta miqdara qədər azaldılır. Bəziləri isə dövlətə ziyan verməmək məqsədi ilə artırılır. Xeyr, vergini artırmır, azaldır. Hətta xümus və imammanlı tamamilə ləğv edilir. Ruhanilərin maaşları artıq mollabaşı tərəfindən hesablanır. Yox, yanlışdır bu. Hər yerdə dini vergilər sədaqətli adamlardan 4 nəfərə tapşırılır. Doğrudur. Alış-veriş edənlər üçün əmlakın qiymətindən, xəzinənin gəlirini artırmaq məqsədi ilə tümənə 5 şal təyin olunur. Bu doğru fikirdir. Cavab 1, 4 və 5. Eynilə əsərin cümlələrdir. Bunlar doğru cavablardır.